Yeni bir gündən hər kəsə salam. Xalam qızınla gedirik. Dayım qızı ilə biraz qatışıq cümlə oldu. Onun bebəsi üçün belə şirin cicişlər almışam. Bir dənə belə. Qəşəng material o qədər gözəldir ki, orada görəndə ürəyim getdi. Bir dənə belə dəst almışam. İkili, rəngi solğun düşür, amma qəşəng rəngi var. Görünmür. Bir dənə papağı var, bir dənə də belə dəsti var. Bunun şalvarlarının şirinliyinə baxın, şalvarının. Bir dənə belə üçlü dəst, bir də ki, bunu birlikdə düzəltmişdik. Yəqin ki, yadınızda olar. Bir də bu. Bebəmiz üçün evdən necə qaça-qaça çıxdım, bir Allah bilir. Dodağıma heç pomada da çəkməmişdim. İncinin otağı yaxın idi. Keçdim onun pomadasından çəkdim. Yəni başa düşəcəyiniz bugün tündür dodaqlarım. Gəldim yeyin. Amma ki hələ xalam qızı məndən 20 dəqiqə tez çıxmışdı. Amma gəldim, mən çatdım, o hələ çatmayıbdı. 508-i gözləyirik. Yolumuz Sarayadır. 20 yanvarda gözləyirəm. Hələ ki gəlib gedən yoxdur. Mən də tələsik avtobus gözləmədim, metro ilə gəldim. Dedim indi gecikmişəm. Gecikməyibmişəm, biz daha yaxın. O Sabunçudan gəlir, mən Nəqəddən. Gəlsinlər gedək. Şəkil çəkmirəm, yox, video çəkirəm. Video çəkirəm, yox. Gəldik, çatdıq. Keçən səfər buradan çəkmişəm, yazanlar olub ki, biz də orada yaşayırıq. Yaxşı. Xanımlar, getdim, başımız necə bəbəni oynatmağa qarışıbsa, oradan heç nə çəkə bilməmişəm, heç yadıma düşmədi telefonu götürüb çəkmək. Oturduq, bibigillə, canlar sağ olsun, qəşəng süfrə açmışdılar, biraz da bəbəklə oynadıq, bəbəni qoxladıq. Demək olar ki, bu həyatda ən xoşuma gələn qoxu bəbə qoxusudur da, çox gözəl iylənirlər. Düzdür, temizdirmişdi bəbəni, amma axıra yaxın qəşəng qoxusu gəlirdi. Oradan da düşdüm pasyolkada, dedim, istəyirdim axşama kotlet eləyim tez olsun. Sonra dedim, uşaqlar yeməyəcək. Elə düşün pasyolkada pomidor, biber, badımcan alım, dolma eləyim. Ən azından bunu, yəni, heç bir etirazsız yemirlər də, xoşlayırlar. Belə aldım, əti qoydum, tez-tələsik qovurub, içlərini doldurub, axşama da yeməyimi çatdırdım. Biraz gec yeyilir bizdə yemək. Yoldaşımın gəlməyini gözləyirik. Axır çatdırdım da bir sözlə, yemək də hazır oldu. Növbəti gündən hər kəsə salam. Bugün sisli buraların içərisini sildim, təmizlədim xanımlar. Bilmirəm, niyəsə yadımdan bunun içərisini vinilləməmişəm. O ki qala elə bilirdim, işqafların hamısını bunun içərisindəki kimi belə vinil çəkmişəm. Əslində bu vinillər can rahatlığıdır. Belə çəkmişəm çoxusunun içərisinə. Məsəl üçün o birisi işqaflara, məsəl üçün çay ləkəsi düşürsə, ya nəsə bir sarı ləkə düşürsə, adi su ləkəsi düşürsə, onları təmizləmək çox çətin olur. Amma içərisində vinil yapışdıranda bircə dəfə silirsən, keçir, fikir verin, qaşıqlığın içərisində də yapışdırmışam. Çox gözəl, adamın yəni əlindən tutur, can rahatlığıdır. Təmizləyirsən, bircə dəfə silirsən, təmizlənir. Qızlar, o gün termos necə oldusa, qaza yaxın olub, əriyib, yandı. Termossuz qalmışıq. Dəqiqədə bir çayın altını yandırırıq. Yay olmağına baxmayaraq çayı belə isidirik. Ona görə termosum yoxdur. Termosum getdi daha. Görək, yenisini almaq fikrimiz var. Amma ki, bu probkalara görə Tayqaya keçə bilmirik. Belə də ki, xoşumuza gələn, yəni böyük ölçüdə hələ ki, nə mənim qarşıma çıxıb, nə də ki, yoldaşımın. Keçən səfər dedi ki, 6 stəkanlıq var, alınmı? Dedim, lazım deyil, bir dəfəlik böyüyünü alarıq. İnci ilə çıxdıq, şəhərə gedirik. İnciyə yay geyimləri almaq fikrimiz var. Bu da mənim kimi çətin bəyənəndi, gedək görək. Nə tapıq alırıq. 79-la gedirik. Kondisionerli və də boş olduğuna görə. Otursunlar da.
toy paltarlarına oxşayır. Buraya girək. Yox, toy paltarlardır, normaldır. Gəl, cəbərə baxın. İnci ilə gəldik Əcəmiyə, mağazalara baxırıq. Biraz şık bir şeylər axtarırıq İnci xanıma. İnci səfərdir Əcəminin bu tərəf butiklərinə baxırıq. Amma deyəsən burayı elə də inkişaf eləməyib. Elə bir şeylər yoxdur, qəşəng butiklər. Çantalara bax. Ancaq çantalar 15 manat. Keçək yolu. Burada keçid var, gedək keçək. Nədir? Zor. Bura nədir? Kofe. Aşağıda da şey var. Baxaq bura. Gəl baxaq da demək olmaz, bəlkə istədiyimi tapdım, bir şey oldu. Çəhra, uşaq üçündür. Çəhraya qəşəng görünürlər. Uşaq üçündür, hə? Keçək yoluna bu sizinə, oradan başlayaq. Bunlar neçədir? 12 manat. Gəl, bunlar şeydi 6-7 manata görmüşdüm. 12 manat. Çıxaq yuxarı. Bir parfümeriyə girdik. Daha doğrusu salon malları var idi. Qaynaq saçlar üçün. Saçlar var idi. Daha bilmədim təbii saçlardı, yoxsa suyunu saçlardı. Demək olar ki, ancaq salon malları idi. Saç üçün, dırnaq üçün, yəni salonda nə istifadə olunursa, onlar var idi. İçəridə alış-veriş edənlər də ancaq baxırdın ki, toplu götürürlər, yəni bir neçə dənə götürürlər. Elə salon üçün deyəsən alırdılar ya da ki, özləri mi işlədirlər, evdə fərdi işləyən ustalar idi. Baxın, burada da dırnaq üçün lampalar var, cürbəcür. Qiymətlər üzərində yox idi, düzdür. Dırnaq üçün nə deyirlər, toperlərdir, yoxsa gellərdir. Başımda çıxmır bunlardan, onlardan var idi. Hər rəng axtarılan bütün yəni lakların rəngini burada tapmaq olar. Fikir verin, sarılar moddadır deyən lap başa da sarıları qoyublar. Sarı demişkən, şəhərin mağazalarında ancaq sarı rəngləri idi. Demək olar, sarı bir də ki, çəhrayı rəng. Daha sarı rəng görməkdən gözümüz qanadı necə deyərlər. Hər tərəf sarıdır, rəngarəng. İnci də xoşlamır elə rəngarəng geyimləri. Bununki qaralardı. İnansız girdi, bir şey tapa bilmədi özünə. Bir kofta mı deyim, sarışqa mı deyim, nəsə belə bir şeylər tapa bilmədi. Burada da xanımlar saçları rəngləmək üçün boyalar idi. İnci onları göstərir. Bir ara qızlar rəngləyirdilər. Bənövşəyi, rozvi. Burada da dırnaq lampalarıdır. Cürbəcürləri var idi. Kokoş xanımlar üçün də fərqli modellər var idi. Gözdə bir dənə qobalıqlar çəkim. İnci ilə oturduq Əcəmidə. Burada qəşəng balıqlar var. Gözləri üçün üzürlər, yazıqlara da gün düşmür. Burada yekəs də var İnci. Yazıq balıqların da bir həyatı yoxdur. Və ancaq bunun içində yemək yesinlər, boyan bu yana. Adacıya bax, arqa-arqaya üzür. Üstləri də qaradılar deyə bilmirlər. Bu rəng cümbüşünü sizə də göstərmək istədim. Cıvıl-cıvıldı, hamısı sapsarı. Fikir verin, indi yəqin ki, nə demək istədiyimi görürsüz. Sarılar, pəmbələr, bir də ki, mavilər var idi. Mavilərin rəngi əslində gözəl idi. Əcəmi metrosunun kənarındakı bütün mağazaları gəzdik. Hamısına girdik, bir-bir baxdıq. Demək olar ki, hamısında da eyni mallardır. Eyni yandan bağlanan kofta mı deyim, sarışqa mı deyim, belə bir şeylər. Rozvilər, mavilər, sarılar. Hamısında eyni bir şeylərdir. Sadəcə hərə öz istədiyi qiyməti qoyub. Bir-birindən 2-3 manat, 5 manat ucuz, baha. Biraz gəzdik biz də. İnci də dediyim kimi rəngarəng xoşlamır deyə bəyənib bir şey ala bilmədik. Bir neçə saat Əcəmini gəzdik, amma ki, İnciyə bir şey bəyəndirə bilmədik. Bu da
Növbəti mağazalardan birinin içərisi. Görürsüz qızlar, əvvəl rəngli paltar tapmaq olmurdu. İndi də nə rəng istəsəz maşallah olsun, bütün rənglərdə koftalar, şalvarlar var. Şöyle dəstlər var. Belə koftalar var. Bu da mən yorulmuş, hövsələsi daralmış bir şəkildə incini gözləyirəm gəlsin. Mağazalarda rozvi sarı görməkdən gözlərimiz qanadı. Hər yerdə bu pəmbişlərdir. Bir də ki sarı. Hətta elə mağazalar var, girsən başdan ayağa sapsardı. Baxın, dediyim sarı rozvi, bir də mavi. Üç rəng hər yerə hakimdir. Qəşəng dondu, amma mənim qızım don geyinmir. Hərrəndik gəldik azadlığa. Gedirik yenə tort ləvazimatlarına. Biraz alış-veriş. Bir zorla da olsa bir iki şey tapdıq. Gedək mənim üçün tort ləvazimatlarından lazım olanları götürək. Gedək evə. Yoruldum. Ayaqlarım necə sızıldayır, bir Allah bilir. Axır ki öz məkanımızdayıq. Susamışam. Mən də susamışam. Əcəmidə Olivia'ya girmişdik. Bir çox məhsulda endirim var idi. Burada da endirim var. Əslində götürürsən kassada vurduranda baxırsan ki endirimlidir. Sadəcə etiketləri, sarı etiketləri yapışdırmamışdılar. Amma ki hər məhsulda manat yarım, 2 manat belə endirimləri var. Bəzilərinə baxın sarı etiketləri yapışdırıblar. Bəzilərinə hələ də yapışdırmayıblar. İncinin ağlında qalanları, Əcəmidə baxıb da ağlında qalanları almadıqlarını gəldi. Azadlıqda girdi. Hansını istəyirdi, yenidən götürdü. Orada götürməyib. Fikrində qalanları gəldi burada seçdi. Burada götürdü. Ondan ötürü həm Əcəmidə Olivia'ya girmişdik, həm gəldik azadlıqda. Gəldiqsə özümüzə də almalıyıq. Hamısında indirim var. Başqa mağazada da soruşdu. 10 manat 40 qəpiyə dedilər deyəsən. Burada 8 neçə. Elsevlər biz neçə alırdı? Elsevlər neçə alırdıq yadımda deyil. Bunlar da indirimdədir. Heç nə, gedək. Sərinlər. Axır ki gəldik. Gəldik, çıxdıq. Yenə həmişəki kimi şəlalə aldım. Olmazsa olmazım. Qutarmamış. Nə qədər çox istəyir, o qədər yaxşıdır. Ən sevdiyim meyvə. Bunu buraya yuyub onları elə qoyacağım. Açıq qoymuram. Yuyum elə qoymuram. İstəyən olanda götürsün, bir dəfəyə gitsin. Bir dənə şəkil çıxartdırdım. Köpənək şəkili. İşığı yandırdım, qaranlıq düşürdü. Bir dənə belə kəpənək şəkili çıxartdım. Tortun üstündəki kəpənəklər 2 dənə elə bil ortasına yapışdırılıb bir-birinin. Belə irili xırdalı sağ olsun xanıma attım. Boş qalan yerlərinə də özü qoydu. Bunları fikir versiz sonradan qoyub çıxartdı. Tort üçün tortun üstünə belə güllər aldım. Altında üstündə sifarişçi gül istədi. İstəyirdim qızıl gül alım. Sonra baxdım ki bunlar daha gözəldir. Bundan aldım. Həm də ki uşaq tortudur da. 5 yaş tortu. Bunlar daha gözəl olar. Keçən səfər deyirdim, əmioğlunun xınasından götürmüşəm qabları. 50 qəpik idi bir dənəsi. 2 dənə belə götürdüm ki içərisinə muncuqlarımı qoyaram. Tort üçün olan muncuqları. Salafanda qalıb pis görünür. Hər səfərində belə 1-2 dənə alsam xınaya getməyə ehtiyac qalmaz. Qəşəng olur bunların içərisində. Həm çox yer tutmur. Yəni
suyurmanın içərisində. Həm də ki, muncuğun hamısını götürür. Bir dənə 5 rəqəmi aldım. Qızımızın 5 yaşı olur. İnci əcəmini gəzdi, bir şey bəyənmədi. Axır gəldik Azadlıqdan. Belə bir şalvar götürdü üzünə. Yenə klassik. Üzərində də parıltıları olan bir şalvar. Geyinir bunu da. Geyinsə əynində birlikdə baxarıq. Qəşəng şalvardır. Yenə balağı gen, klassik şalvardır. Razmerlərimiz uyğunlaşsa mən də geyinə bilərdim. Qəşəngdir. Es geyinir, məndə eldir. İnci Olivia'dan həm özü üçün, həm də padruqası üçün hədiyyələr götürdü. Bir də özü üçün aldı. Belə bir saç baxım südü götürdü. Ukladka eləməmişdən qabaq saça püskürdülür. Saçı yanmaqdan, elektriklənməkdən qoruyur. Bir dənə belə yaxşı daranmayan şişən saçlar üçün bunu götürdü. Görünürmü tam? Belə bir şeydi. Bu arada videoda çəkdim, bilmirəm onu bundan yəqin ki qabaq qoymuş olaram. Xanımlar, Olivia'da endirimlər var, qəşəng endirimlər var. Demək olar ki, bütün markalardan endirimə düşənlər var. Bunu da yaxından göstərim. Fen saçı yandırmasın deyə belə bir süddü Morphos'un. Sonra pastelin belə bir ənliyini götürdü. 41 nömrə qəşəkdir. Gözəl də parıldayır. Açmayıb elə özü açar. Elə içi də üzü rəngdir. Bilinirmi? Bu rəngdir. Baxın belə. Bir dənə bronzor götürdü. Bu da açıq deyil. Özü açar yenə. Açsa göstərərəm. Bunun məndə ənliyi var, qəşəkdir. Pigmentasiyası da çox deyil. Adam üzünə çəkəndə klon kimi görünmür. Bir dənə belə Evleyn markasından dodaq boyası götürdü. 10 nömrə. Bunun da rəngi elə göründüyü kimidir. Hətta biraz daha açıqdır. Videoda daha tünd görünür. Qəşəkdir. Bunun rəngi də qəşəkdir. Bunu da hələ açmayıb. Belə. Bunları götürdük Olivia'dan. Özümə kraska götürdüm. Əslində mən işlədirdim Magicolor kraskasını. Amma ki 7.0 var idi, 7.11 yox idi. Bunları qoyanda gərək birlikdə qoyaq ki, ağları qapatsın. Bir dənə bunu qoyub, o birisini qoymayanda ağları qapatmır. Gərək 2 dənəsini bir-birinə qatışdıraq ki, ağ rəngləri qapatsın. Xanım bunu məsləhət gördü. Bunu da Felisa mağazasından götürdük Əcəmidən. Bunu məsləhət gördü ki, onun nömrəsi Miss Magicolor'un nömrəsi tapılmadı. Bunu məsləhət gördü ki, bu yaxşıdır. Həm dedi, saç qızarmır bunu qoyanda da. Həm də ki, keratin tərkiblidir dedi. Daha yaxşıdır. Bir dənə 7.11 götürdüm. Bir dənə 7.0 götürdüm. Deməli, o qədər o birisilərdən istifadə elədim ki, saçlarım qızarıb. 20%'di də 2 dənə belə suyunu qoydular. Bunları götürdüm. Özüm üçün aldıqlarım bunlar oldu. Bir də ki, 1-2 dənə at paltarı aldım. Belə getdik neçə saat hərrəndik. İnci heç nə bəyənmədi. Bəyəndikləri də ki, ancaq sarışqalardır. Sarışqanın da ki, mən istəmirəm ki, qolludur. Onu yayda hara geyinəcəksən. Çox yoruldum. Gedim şöytəlini yuyum, nektarini. Sonra axşama yemək pişirəcəyəm. Hələ bilmirəm nə pişirim. Fikirləşirəm, görüm nə pişirim. Gətirim axşamın yeməyini pişirim. Günümüzü tamamlayaq, bağlayaq günü. Qızlar, tort üçün aldığım gülü bura qoydum ki, görün burada necə durur. Çox gözəl görünür. Gərək bir dənə də bura üçün alam. Qəşəng oldu. Açdı buranı. Bunlarla belə daha tünd görünür. Amma bu rəng açdı. Keçən səfərdə
Bura üçün şey almaq istəyirdim, ramaşka. Amma ki, dənə-dənə satmırdı. Əslində biri 1 manata gəlirdi. 7 dənəsini büküb qoyub, bağlayıb ortasını. Deyir ki, 7 manatdır. Nə qədər dedim, bir götürüm də, 3 dənə götürmək istəyirdim. Dedi ki, yox, bir ənti çatılır hamısı. Mən də almadım. Gərək buranın gülünü də dəyişim. Qəşəng göründü. Qızlar, muncuqları yerləşdirdim. Axırıncı aldığım bunlardır. Əslində deyirəm ki, hamısını elə bunlardan alıb qoysam çox gözəl görünər. Baxın, bunlar da digər muncuqlardır. Ən çox işlənən göydür, qızılıdır, ağdır, bir də çəhrayı rəngdir. Başqa rənglər belə işlədilmir. Bir də ki, bunda qarışıq rənglər var. Bunların da biraz qaldıqca rəngi gedir. Eybi yox. Qızılı rəng ya ağ rəngi olmayanda, gümüşü rəngi olmayanda tortun üzərinə qoyub kandilinlə rəngləmək olur. Son görüntüsü də belə oldu. Qəşəng görünür. Bir 4-5 dənə, 5 dənə də alsam, 5 dənə yox. 2, 4, 6, 8 dənə lazımdır. 8 dənə də alsam doldurar hamısını. Qəşəng oldu. Belə bir qırmızı tortum var. Hazırlamışam. Burasını 10 güşəli başlıqla elədim. Buranı yarpaq qoyanlar, həmçinin buranı da yarpaq qoyan nasatqa ilə hazırladım. Qızlar, 6 yumurtadan istifadə elədim. 20 sm tortun diametri. Tortda bu qırmızı rəngi normalda almaq mümkün deyil. Şantiyə boya qatdım. Rozvi rəngi alındı. Qırmızını qatdım. Rozvi rəngi alındı. Ondan sıvadım. Bəzəklərini qoydum. Daha sonra boyanı suda həll elədim. Onu da ki püskürtdüm. Püskürtmə yolu ilə püskürtdüm tortun üzərinə. Apardım bayırda püskürtdüm gəldim. Əllərimdən də başa düşmək olar ki, qıpqırmızı idi. Hələ qablar zad yuydum. Biraz keçdi qırmızısı. Hər yer qıpqırmızı olur deyə, yəni boya olur deyə apardım bayırda. Püskürtdüm, evə gətirdim. Tortu 2 kilo, 2 kilo 200, 2 kilo 300 olmalıdır. Yəni 6 yumurtadan o qədər çıxır. Tərkib qoz, şokolad, karamel, şokolad sosu. Kənarında bantikləri var tortumuzun. Bantiklərini xanım Rozvi istədi. Bu Temudan aldığım ad günüm mübarəklə istəyirəm, kəsəm yapışdıram yazısını. Görək necə alınacaq. Bir də ki, tortun üzərində zəri var, şamı var. Bir də xanım özü tac alıb qoyacaq, yəni kiraya götürüb qoyacaq. Ona görə yəni taclı formasını çəkə bilməyəcəm. Amma belə istədim, yenə sizlərə ümumi məlumat verim, çəkim, paylaşım. Telefonda yaxşı görünmür, amma çox gözəl qırmızı rəngdir. Belə də pis deyil, yəni telefonda da rəngi pis görünmür. Amma belə daha möhtəşəm bir qırmızıdır. Tortumuzun son halı belə oldu. Biraz ətəyinə zər tökdüm. Üstü zərridir. Son görünüşü də belə oldu. Hələlik xanımlar, bugünlük məndən bu qədər olsun. Sağ olun, Allaha əmanət olun. Öpürəm hər birinizi gözəl bacılarım. Videonu bəyəndinizsə, bəyən işarəsinə toxunmağı unutmayın.